Salam, xoş gördük yenə bir gün Nastaykovda. Deməli, Azərbaycan Tehrandakı səfirliyini, eyni zamanda Təbrizdəki baş konsulluğun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verib. Bu barədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov, Bakıda Moldova Respublikasının baş nazirinin müavini Xarici İşlər Naziri Mikhail Popşoy ilə görüşündə, yəni birgə mətbuat konfransında bu haqda məlumat verib, bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib. Bu həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izlənəcək. Dron hücumları ilə bağlı İran tərəfindən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq növbəti addımlar atılacaq, qərarlar veriləcək. Qeyd edək ki, dünən, yəni 5 mart tarixində İran 4 drondan Naxçıvana hücum həyata keçirmişdi. Naxçıvan hava limanını və hava limanı yaxınlığında yerləşən bir məktəbə dron hücumları həyata keçirib. Bundan sonra Azərbaycan tərəfi İrana etiraz notası təqdim edib. Kanala abunə olmağı unutmayın. Sağ olun.